Salam aleyküm əziz həmkarlar və pasientlər. Bugünkü bizim görüşümüz diabetik osteopatiya Şarko pəncəsinə həsr olacaq. Niyə görə mən bu temanı seçdim? Ona görə ki, axır vaxtlarda Şarko pəncəsi ilə müraciət edən xəstələrdə anamnez toplayanda görsənir ki, diaqnozu qoymamış uzun müddət qeyri-düzgün müalicə aparırlar. Ona görə bu çıxışımın məqsədi diabetik osteopatiya Şarko pəncəsindən biraz ətraflı danışım, məlumatları verim sizə ki, belə səhvlərin sayı azalsın. Şarko pəncəsi nə deməkdir? Əsasən diabet olan xəstələrdə və nevropatiyaları xəstələri təsir eləyən, potensial olaraq ətraflar üçün təhlükə yaradan bir xəstəlikdir. Gündəlik praktikada özünü qırmızı, isti, şişkinlik bir pəncə kimi göstərir. Bu xəstəlik ilk dəfə 1868-ci ildə təsvir edən Jan Martin Şarkotun adını daşıyır. Ümumiyyətlə, Şarko pəncə emosional və sosial yük, fiziki disfunksiya ilə yanaşı ölüm hallarının artması ilə əlaqəli potensial olaraq ətraflar üçün təhlükə yaradan bir vəziyyət yaradılır. Ümumiyyətlə, dünyada alimlər və praktiki cərrahlar indiyə qədər bir sıraya gəlməyiblər ki, bu Şarko pəncəsi necə müalicə eləyəsinlər. Mövcud hesablarını göstərir ki, Şarko diabet xəstələrin 0,1%-dən 13%-ə qədərin təsir edir və ixtisaslaşmış pəncə klinikalarda daha da yüksək risk qruplardan bir nisbətlər ümumiyyətlə daha yüksəkdir. Fürsət gəlincə mən demək istəyirəm ki, çox təəssüf ki, Azərbaycanda nəinki xüsusiləşdirilmiş klinikalar, heç xüsusiləşdirilmiş ambulator şərait yoxdur ki, belə xəstələri nəzarət eləsinlər və dispanserizasiya aparsınlar. Kliniki olaraq bu 13%-ə qədər diabet xəstələrində rast gəlinir. Amma radioqrafik qiymətləndirdən istifadə edən tədqiqatlarda diabet xəstələrin 29%-ə qədər Şarko pəncə diaqnoz qoyulur. MRT isə götürsək 75%-ə qədər vəziyyət aşkar edən bilər. Wong müəlliflər 5 ilin müşahidə dövründə 1050 xəstədə ümumi ölüm nisbəti araşdırıblar və görüblər ki, ümumi ölüm göstərici 28% olub. Onlardan sırf diabetlə olan xəstələr 18-18% təşkil edir. Şarko pəncəsi ilə bu faizlər 23%-ə çatır. Xroniki xorası ilə 37%-ə gəlir çatır. Niyə görə? Ona görə ki, Şarko pəncəsi 50-60%-dən çox yanaşı gedən xora əmələ gəlir. Başqa bir araşdırma, retrospektiv araşdırma, kəskin Şarko pəncəsi ilə olan xəstələrin 80%-i ilkin diaqnozu olaraq ligamentoz trombozu diaqnoz qoyulur. İkinci diaqnozu qoyurlar dərin damar trombozu, osteomiyelit, şiş və ya revmatoid artrit. Nəinki bu məqalədə ümumiyyətlə dünya ədəbiyyatı göstərir ki, 40-60% xəstələrdə qeyri-düzgün diaqnoz qoyulur. O ki, qaldı bizdə Azərbaycanda bu statistika, rəsmi statistika yoxdur. Mənim təcrübəm göstərir ki, mənim yanıma gələn pasientlər osteomiyelit diaqnozla gəlirlər və aylarla antibiotiklər müalicə olurlar. Şarko pəncəsinin hansı əsas simptomlar var? Baxmayaraq ki, təsəvvür edin, 40-60% diaqnostik səhvlər var burada. Amma onun diaqnozu qoymaq çox asan bir işdir. Birinci hansı simptom? Dəri giperemiyadır. Amma çox ehtiyatlı buna yanaşmaq lazımdır. Çünki pəncədə dəri giperemiya olanda birinci cərrahla fikrinə gəlir ki, burada iltihab prosesi var. Amma tələsmir. Əlinizə bıçağı götürəsiniz, kəsəsiniz. Belə şeylərlə də mən rastlaşmışam. Və aseptik proses sonra çevrilir ikinci infeksiya və axır pəncə amputasiyaya gedir. İkinci simptom, yerli temperatur artması. Bilin ki,
kəskin forma Şarko pəncəsində o biri pəncə ilə fərqlərində 2-3 qradus temperatur yüksəkdir. Əlin qoyun əvvəlcə xəstə pəncəyə, sonra sağlam, o qızdırmanın fərqi görəcəksiniz. Yenə də infeksiyadan müalicə eləməyə tələsmiyor. Bir əlavə mən deyim, Şarko pəncəsi, yəni ki, diabetik osteoartropatiya təxminən 10 il çox diabetlə xəstə olan xəstədə müşahidə olunur. Birinci anamnezi soruşun, neçə il sən xəstəsən? Üçüncü simptom, pəncənin həssaslığı tamamilə itirilməsi və gəzinti zamanı bəzi vaxtlarda xəstə deyir ki, sümüyün xırıltığını mən eşidirəm. Xəstə bu ayağında ağrıları hiss eləmir. Necə bunu yoxlamaq? Çox asandır. Xüsusi alət olmalıdır, monofilament. Adı rezin əlcəyin ucu ilə siz parmaqlarına toxunaraq soruşun xəstədən hiss edir, yoxsa yox. Sonra pəncənin alt tərəfi toxunun, soruşun, hiss edir, yoxsa yox. Bu sizə kifayətdir, diaqnoz qoymaq ki, burada hissiyyət yoxdur, polineuropatiya. Tam bilmək üçün təbii nevropatoloqun yanına göndərmək lazımdır. Dördüncü simptom, pəncənin sabitliyi itirilməsi. Yəni ki, pəncəni əllə palpasiya zamanı siz görəcəksiniz ki, qeyri-normal patoloji hərəkət var pəncədə. Bəzi vaxtlarda onu yoxlayanda görəcəksiniz ki, sümüklərin xırtısı hiss eləyəcəksiniz. Beşinci simptomu pəncənin deformasiyası. Bəzi vaxtlarda xəstə deyir ki, bəli, bu deformasiya şişkinliyə əmələ gəldim, dedim ki, bu şişdi, keçib gedəcək və bu əsas səbəblərdən biridir. Xəstənin həkimin yanına gec gəlməsi. Xəstələr gözləyirlər ki, bu şiş özü-özündən soğurulub gedəcək. Ayağın ön hissəsin qeyri-sabitliyi assal və stern metodu ilə qiymətləndirmək olar. Topuq dorsifleksiyada fiksasiya edilərkən dorsal sagital müstəvidə pəncəyə təzyiqi. Bu zaman qeyri-adi hərəkət hiss edəcəksiniz və hətta sümüklərin xırıltısını da hiss eləmək olar. Bu Şarko pəncəsinin deformasiyasını. Pəncə görürsünüz ki, birinci yastıq pəncə əmələ gəlir. Rengenoloji olaraq bu çox asandır bunu görmək. Uzun praktika əsasən mən belə bir şey gördüm, aşıq daban küncü. Normada bu künc qırmızı xəttlərdir, yuxarı baxır, aşıq daban küncü. Baxır düz birinci daraq sümüyünün proksimal ucuna. İndi bu slaydda siz fikir verirsiniz o künc hara baxır. Düz aşağı baxır və pəncə deformasiya uğranır və kuba bənzər sümük tam arxaya dönür, plantar tərəfə dönür və bunun nəticəsində belə bir xora əmələ gəlir. Birinci rəngli şəkildə siz görürsünüz. Hardan gəlib bu xora? Niyə görə gəlib? Bu ona görə gəlib ki, xəstə qeyri-deformasiya olunmuş pəncə ilə gəzir, ağrıları hiss eləmir və kuba bənzər sümük içərdən dərini sıxa-sıxa nekroz əmələ gətizdirir. Ona görə belə bir formada xoralar əmələ gəlir. Bu slaydda başqa bir nümunələr rengenoloji olaraq və bütün bu slaydlarda siz görürsünüz ki, qırmızı xətlə göstərən aşıq daban sümüyü baxır plantar hissəsi tərəfə, yuxarı yox, aşağı baxır. Bu küncləri ölçəndə siz rahat bu diaqnozu qoya bilərsiniz. Bu slaydda o birisi xəstənin rentgenoqramması. Burada maraqlı odur ki, siz görürsünüz ki, pəncənin qayıqvarıq sümük yiyə-yiyə çıxır iç tərəfə və pəncədə iç tərəfdə şişkinlik əmələ gəlir. Bu o birisi nümunədir. Eyni künc baxır aşağı. Şarko pəncənin Echolson təsnifatı. Təsnifatlar 2-3 dənə var. Bu əsas xarici ədəbiyyatda istifadə olan təsnifatdır. Klinik mərhələ. Pəncənin qızartı, kəskin formadır. Temperatur artması, şişkinliyi. Birinci mərhələ fragmentasiya mərhələsi. Periartikulyar sınıqlar, oynaq çıxıqları, qeyri-sabitlik, pəncə deformasiyası. İkinci mərhələsi birləşmə mərhələsi. Sümük parçaların rezorbsiya gedir
və sümüklər başlayırlar yavaş-yavaş qaynamağa, bir-birinə fusion, yəni ki, bitişməyə başlayırlar. Və üçüncü bərpa mərhələsi sabit pəncə. Sabit pəncə olanda 99% qeyri-normal patoloji vəziyyətdə. Pəncənin arxası tamamilə itir, yastıq pəncə əmələ gəlir. Bu pəncə nəticəsində siz görürsünüz ki, xəstə başlayır gəzməyə, xoralar açırır və s. Bu mənim sizinlə görüşüm. Əsas məqsəd xəstəni düzgün və vaxtında diaqnozu qoymağı. O ki, qaldı müalicələr həm olur konservativ əksəriyyəti, həm də operativ müalicələr olur. Onlardan Allah qoysa, biz gələn dəfə söhbət edərik. Diqqətinizə görə çox sağ olun və öz tərəfimdən mən Güvən Klinikanı və çəkiliş qrupasına öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.